Hal-hazırda həyatını yaşayırsan, stabil, hərənin öz problemləri, sıxıntıları, amma bir şeyi bilmirsən. Fokuslanmalı olduğun bir mövzu var, bir məsələ var. Gəl baxaq, hansı mövzudur, hansı məsələdir və kartlar sənə nə xəbərdarlıq edir. Gəl baxaq, hazırki enerjin, hazırda hansı enerjidəsən? Hazırda hansı enerjidəsən? Mübarizə aparıb qalib gəlmiş bir enerjidəsən. Burada işlə əlaqədar, belə deyim də, maddiyyatla əlaqədar problemlərin olubdu, pulla əlaqədar ola bilsin, kimdənsə alacağın olubdu, almısan və yaxud da ki, belə deyim də, üzüb quyruğunda dayanmısan və daha çox pul məsələləridir. Bəzilərinizin işində, belə deyim, yüksəlişdir və yaxud da ki, yeni bir işdir. Sırf maddiyyata bu dəqiqə yönəlmisiniz, hazırki enerjiniz. Gəl baxaq. Bəs nəyə fokuslanmalısan? Hazırki durumda nəyə fokuslanmalısan ən çox? Hazırki vəziyyətdə nəyə fokuslanmalısan? Nəyə fokuslanmalısan? Hazırki vəziyyətdə ətrafına fokuslanmalısan. Ətrafına. Burada qohum ətrafı da ola bilər, burada dost ətrafı da ola bilər. Qarışıq bir mövzu var. Qarışıq bir mövzu var. Ətrafına nə üçün fokuslanmalısan? Ətrafında nə ilə əlaqədar fokuslanmalısan? Belə deyim də, nə ilə əlaqədar fokuslanmalısan ətrafına? Nə ilə əlaqədar, nəyə yönəlməlisən? Burada yönəlməlisən bir insana. Ya uzaqda olan bir insana, ya yolunu ayırdığın bir insana yönəlməlisən. Burada bir qadından söhbət gedir. Ətrafında olan bu qadın kimdir? Kimə yönəlməlisən? Ətrafında kimə yönəlməlisən? Kimə yönəlməlisən? Əlaqən olmayan bir qadına yönəlməlisən. Bu qadının səndən nə cür əlaqəsi olubdur? Bu qadının səndən nə cür əlaqəsi olubdur? Gəl baxaq bəs. Bu qadının səninlə nə cür əlaqəsi olubdur? Bitmiş bir əlaqən olan qadına yönəlməlisən. Burada söhbət işdən də gedə bilər, söhbət burada münasibətdən də gedə bilər. Araya üçüncü şəxslər giribdir və yaxud da ki, üçüncü şəxslərə görə ayrıldığın. Tamam. Bu qadının nə üçün yönəlməlisən bu qadına? Gəl baxaq. Bu qadına nə üçün yönəlməlisən? Nə üçün yönəlməlisən? Ehtiyatlı olmalısan. Çünki bu qadından sənə negativ gəlir. Bu qadından sənə ağırlıq gəlir. Hətta bu qadından sənə əməl də gələ bilər. Buna yönəlməlisən. Bu qadınla bəlli bir münasibətin olubdur. Yenə deyirəm, ya qohumluq, ya dostluq, ya yaxınlıq bir münasibətin olubdur. Bəzilərinizdə də kişilər baxırsa, ilişkidə olmuşsunuz bu qadından. Ola bilsin ki, hər nədirsə. Bu qadından sənə yeni bir, belə deyim də, bu qadın zaten həmişə səndən uğraşan bir qadındır və yeni bir iş gördürmək istəyir sənin üçün. Negativ həyatını, belə deyim də, ona əngəl olmaq istəyir. Bəzilərinizdə burada caduda, əsas cadu kartı çıxır, magiya kartı çıxır. Magiya eləməz deyirsinizsə də, burada bu insan negativ yönəldir sizə. Hansısa bir, belə deyim də, şər, böhtan, oyun qurmağa çalışır. Gəl baxaq, bəs səbəb nədir də? Nə üçün bunu etmək istəyir? Nə üçün bunu edir sənə? Nə üçün bunu edir sənə? Sadəcə sırf paxıllıqdandır. Sadəcə sırf paxıllıqdır. O insan özü səmimiyyətsiz insandır və buna görə də sənə bunları eləmək istəyir. Çünki sənin maddi durumun onu çox belə narahat eləyir. Onun edəcəyi bir şey sənə təsir edəcəkmi? Onun etmək istədiyi sənə təsir edəcəkmi? Ehtiyatlı ol və çox yox, 50-50. Biraz dəyib geri qaytara bilər, amma ehtiyatlı ol. Yəni, indidən bildin, xəbərin oldu. İndidən bu insanın, yəni belə deyim də, necə qorunursansa qorun. Bəs indidən addım atsan, bu insanın negativindən qoruna bilərsənmi? Bəli, indidən addım atsan, onun negativindən qoruna bilərsən. Aldım, qəbul edilməyəs, ətraflı baxdığın üçünsə profildəki nömrə ilə əlaqə saxla.